Hər vaxtınız xeyir olsun. OTK sınağına salınmış bu sualın gəlin izahına baxaq. Kanala abunə olub videoları bəyənməyi unutmayın. Belə bir üçbucaq verilib bizə. Üçbucaqda deyir ki, MN 12-dir. NK 18, MK 20-dir. Aha, buna bir X deyək. Bu da olsun 20 çıx X. Ümumi çünki 20-dir. Və burada NP tənböləndir. Yəni bura alfadırsa, bu da alfadır. Və biz tənbölənin xassəsini tətbiq etməklə bu məsələni həll etmiş olacağıq. Bizdən X-i soruşurlar, MP-ni soruşurlar. Gəlin belə eləyək. Tənbölənin xassəsi o idi ki, 12-ni vur 20 çıx X-a bərabər olsun 18-i vur X-a. Çarpaz nə edirik? Vururuq. Bunu buna vururuq, bunu da buna vururuq. Çarpaz. Gəlin vurub açaq. 12-ni 20-yə 240 çıxılsın. 12-ni X-a 12X bərabər 18X. Və X-lar bir tərəfə, ədədlər bir tərəfə. Mənfi 12X çıx 18X bərabər 240 keçdi. Bərabərliyin sağ tərəfinə əks işarə ilə. Mənfi 30X bərabər mənfi 240. Mənfi 240-ı mənfi 30-a bölürəm. X olur 8. Düzgün cavab 8, yəni Y variantı olacaq.